Necə yaralanmısınız? Necə yaralandın deyəndə ki, cəbhədə vuruşurduq. Komandirə dedim, atma, gələcəklər üstümüzə. Sözümə baxmadı, götürdü atəşkəsi pozdu. Başladılar gəlməyə, üstümüzə gəlirdilər. O qədər yaxınlaşdılar ki, hətta əlbəyax olduq. Bir Azərbaycanlı gördüm ki, çox hətərəm-pətərəm eləyir. Beynim söndü. Əvvəl gözümlə onun yumruğuna bir zərbə indirdim. Demək düşmənə zərbə vurmusunuz. Bəli, ardıyca da ayağını qaldırıb, Aha, ayağını qaldırıb nə etmisiniz? sapaşkısının altına kəlləmlə nə təri zərbə qoydumsa, zərbənin təsirindən özümdən getdim. İndi görün o Azərbaycanlı nə günə düşüb. Komandir dedi ki, məndən başqa qaçan kişi deyil və qaçdı. Ona görə qaçmadım. Elə yavaş-yavaş yeriyə dala çəkildim. Ondan sonra da gözümü açıb gördüm ki, xəstəxanadayam. Xəstəxanada mənə görə skoru çağırdılar. Necə yəni? Xəstəxanada olduğunuz halda xəstəxanaya skoru çağırdılar. Hə da, dayım skoruda işləyir. Çağırdılar ki, bu qaqaşı cəbhəyə göndərmirik. Ona görə görün baxım elə bizə. Mən anama onsuz da zəng edib demişdim ki, gündə dala çəkilirik. Hazırlaş, bu gedişdə tezliklə evdə olacam. Anam da pul verib məni xəstəxanaya yatızdırdı ki, əsəblərim sakitləşsin. Komandir söyüş qurub qaçanda onun dalıcan qaçdım ki, gedəm çatam deyəm ki, adam kişi olar. Təhliyə qaçsan. O da elə bildi ki, onu danlamaq üçün dalıcan qaçıram. Sönüb burnuma yumruq vurdu. Özümdən getdim. Sonra gördüm ki, xəstəxanadayam. Mama ilə papiyə deyirəm ki, narahat olmayın. Əksinə dua eləyin, biraz gec sağalaq. Buradakı bütün xəstələrimizdən hələ ki bu 3 dənə daşı, bu nə də belə, və bir də bu gülləni tapıb çıxartmışıq. Yəni normal halda sənin imkanından asılıdır. Biraz əhlini cibinə çox sal, oğlunun qarnından tank lüləsi zad da tapıb çıxardaq. Yəni ən azından pensiya ala biləcəksən. Ona görə də zəhmət çəkib əlini cibinə salmalısan.